Herkes salam, ben Ayan. Bugün sizlerle günlük vlog çekeceğim. Gəlin anda videomuza başlayaq. Masamın halını görürsünüz. Öncelikle saçımı yığacağım ve daha sonrasında makyajımı eləyəcəm. Bu arada gördüğünüz kimi makyaj məhsullarımın demək olar %80%-ni dəyişdirmişəm. Məsəl üçün highlighter, rumyanadır, glossdur, dodaq kombom, highlighter fırçasını dəyişdirdim, maskaramı dəyişdirdim. Belə yəni. Həm də baxmaq istəyirəm, görək bunlarla necə bir makyaj alındıra bilirik. İndi isə makyaj eləyəcəm, konsealerlə başlayıram. İşte fərqli eləyəcəm və ağ highlighter yerinə qızıl renkli highlighter vuracağım. Bu həqiqətən makyajda çox gözəl görünür. Amma mən yəni normalda daha çox ağ renkli highlighter istifadə etməliyəm. Çünki ağ olduğum üçün mənə qızıl renkli ümumiyyətlə highlighter çox da yaraşmır. Makyaj çantamda qaş sabitləyicim olmadığı üçün şu anda qaş sabitləyicimi axtarıram. Tapdım. Mütləq makyaj alışverişinə gedəndə bir dənə də qaş sabitləyici alacağım. Çünki bu çox da yaxşı deyil. Narıncı renkli olanlar daha yaxşıdır. Böyle bunun yekə forması. Onda məndən var idi. Sadəcə hər onu 5-6 aydan bir dəyişdirməlisiniz. Çünki rengi dəyişmişdi. Yəni hissiyatı çox pis idi həqiqətən. Qoxusu da yəni heç xoşa gəlməz bir qoxu gəlirdi. Çox pis idi. Sırqa olaraq bu sırqamı taxacağım. Parfüm olaraq bu parfümü sıxacağım. Həqiqətən çox dağıldı. Dünən axşam anam eklər elədi. Bu şəkildə görünür. İndi isə çayla içəcəm. Həqiqətən çox gözəldir. İndi isə makyaj masamı Pinterest makyaj masasına çevirmək istəyirəm. Yəni burada Pinterest vibe yaratmaq istəyirəm. Öncəliklə parfümlərimi kənara çəkirəm. Belə şəffaf bir nəlbəkim var. Və belə bir tort qabı altlığı. Bu tülü bura yerləşdirirəm. Parfüm qutusunu arxaya, parfümü isə qabaq tərəfə yerləşdirirəm. Məncə çox gözəl görünür. Bunları isə hələ ki yatağımın üzərinə qoyacağım. Bu fırçaları demək olar ki 1 il bundan qabaq almışam. Bu sponcun isə bir ədədini istifadə etmişdim. İndi istəyirəm ki bu iki fırçanı bunun içərisinə yerləşdirək. Bilirsiniz ki mən belə pofuduq fırçam var idi. Pudra fırçası. Onu anama vermişəm. Bir də rumyana fırçası var idi Jevin. Bu isə makyaj çantamdadır. Onu da çıxardacağım. Gəlin indi bunları açaq. Üzü yoxlamaq məqsədi ilə bir dəfə istifadə etmişdim yəni alanda. Bu tonal krem fırçasıdır. Bu da tonal krem fırçasıdır. Bu şekilde görünür. Bu fırça ise artık çöhnəldiyi üçün bunu istifadə etməyəcəm. Çöp.
Parfümlərimi yerləşdirirəm. Parfüm köşəm bu şəkildə görünür. Bu qaba saatlarımı qoydum və üstə isə ən çox istifadə etdiyim üzükləri. Bu makyaj çantasını da bura qoymaq istəyirəm. Pinterest vibe-ını ən çox bu köşə verir. Yəni həqiqətən mən bayağı bəyəndim. İndi shorts videom üçün burada video çəkirəm. Bu da kamera arxası və bunu shorts videosu olaraq çəkirəm. Artıq hava gördüyünüz kimi qaralıb, saat 9-dur. Bu arada həyətimizdəki sizə gülləri göstərmək istəyirəm. Baxın, həqiqətən çox gözəldirlər. Hətta bura bunun estetik şəkildə çəkdiyim şəklini də qoyacağam. Yağış yağında çəkmişdim, çox gözəl görünürdü. İndi isə çayın yanına 15 dəqiqəyə hazır olan kurabiyə hazırlayırıq.